dənə gəlsən sağlamlıq kağızı almağa 21-ci əsrdə qardaş o otaqdan o otağa, bu binadan o binaya, o binadan o biri binaya 50 manat. Sən niyə verməliyəm mən 50 manatı? Qardaş, bu 50 manat nə deməksiniz? 50 manat mən sizə deyim, hardasa 30 dollar filan eləyir də. Avro olaraq 25-30. 30 dolları siz Amerikada vallahi beçə 30 dollar deyil o. 30 dollara Amerikada mənəm deyən həkimin bəlkə də qəbuluna girərsən, məsəl üçün deyir. Yəni bu nəyin kafasıdır? Hər şey rüsum, hər şey rüsum, hər şey. Getmişəm keçən dəfə mən xarici pasport almağa, deyir ki, rüsum ödəyəcəksiniz. Deyirəm, yaxşı qardaş, mən bax asan xidmətdə də o şəxsiyyət vəsiqəsini hələ qoydum xarici pasport. Deyirəm, mən Azərbaycan Respublikasının vətəndaşıyam, deyirlər ki, bəli də. Deyirəm, indi mənim pulum yoxdursa, mən vətəndaşlığımı sübut edəcək o kağızı ala bilmərəm dövlətdən. Yox. Yəni mən sübut eləyəm, pulun yoxdursa, sən şəxsiyyət də deyilsən, vətəndaş da deyilsən. Bu nə deməkdir? Bu nə deməkdir? Yəni bir anlıq fikirləşin, pulum yoxdur da yoxdur. Allah yoxa lənət eləsin, yoxdur. Şəxsiyyət vəsiqəsi alınmaz. Heç arada gedənməzsə şəxsiyyət vəsiqəsi. Qardaş, biz şirkətin işçiləri deyilik, müştəriləri deyilik. Biz Azərbaycan Respublikasının vətəndaşlarıyıq və Azərbaycan Respublikasında da Konstitusiyanın 1-ci maddəsində yazılıb ki, hakimiyyətin mənbəyi xalqdır, düzdür? Yəni ki, hakimiyyət də xalqa qulluq eləyir. Yəni, ən böyük xidmətçisi də xalqın başlayır prezidentdən, yəni düzdür? Yəni, xalqa xidmət üçündür bütün bu prosesdə. Xalqı soymaq, xalqı talamaq, xalqdan qopartmaq, xalqı... Yəni, mən düşünürəm ki, indi nə tapa bilərlər Seçə? Bizim fantaziyamız o qədər deyil. Sizə bir sual verim. Tam səmimi deyim. İndi tamaşaçılar da baxır, deyə bilərlər, yaza bilərlər. Bax, 5 gün bundan qabaq ağıllarına gələrdimi ki, işlətmədikləri işığa görə, işlətmədikləri qaza görə pul onlardan ala bilərlər. Ya və yaxud da özləri bunun fantaziyaları imkan verərdimi bunu fikirləşsin ki, mən işlətməyəcəyim qaza görə pul verəcəm. İşlətməyəcəyim işığa görə pul verəcəm. Yaxşı, sual verir, transformator qoymuş. Transformatorun pulu yığılandan sonra o binalardan pul almağı dayandıracaqsa? Bu transformatorun, onun qulluğu da var. Onun daim belə deyək də müəyyən işlər var. Nazımla, ona görə part deyirəm transformatorla bütün gündə. Yəni, vallahi anacaq halımıza gülür ya, amma budur da. Yəni demək ki, mən daim il boyu alacam. O transformatoru niyə edirlər? Qızımı köçürdülər, gəlimi köçürdülər. Bizi ələ salırlar və salın başqa adı yoxdur. Bizi ələ salırlar.